Layihəmizin sonuna gəldik çatdıq uşaqlar. Bildiyimiz kimi biz bu yolda xeyli yol qət elədik. Öyrənmədiyimiz, bilmədiyimiz çox şeyləri yenidən öyrənmiş olduq. Əsas deyərdim ki, uşaqlarımızın hamısı olmasa da bəziləri bu layihədən çox şey əldə elədilər. Məsələn, həyatda irəli getməyin, əzmli olmağın, cəsarətli olmağı öyrəndim deyə bilərəm. Düzdür uşaqlar, öyrəndim ən azından. Yəni, ən azından özləri ilə hər hansı bir senaryo qurmağı öyrəndilər, hər hansı bir hekayə yazmağı öyrəndilər. Ki, bəzi uşaqlar da var, istəməyəm deyəkin ki, mənə qatılar bu mövzuda. Uşaqlarımız maraqlı hekayələr ərsəyə gətirmişdilər. Maraqlı hekayələr yazdılar. Hətta elə uşaqlarımız var, hekayələr mənə çox xoş gəlmişdir. Yəni, demək olar ki, çox yaxşı yerlərə gedə bilərlər, istəsələr. Düzdür Hüseyin, Zemfira ən fəal uşaqlarımızdandır. Zemfirama yoxdur, yəqin şikələr. Rüstam müəllim, mən istəyəm siz də öz fikrinizi bölüşəsiniz. Bu layihə bölüşəsiniz. Bəli, sözsüz. Əvvəlcə uşaqları salamlayım. Salam uşaqlar, nə təsir? Mən də yaxşıyım, çox sağ olun. Uşaqlar, bugün təəssüf ki, axırıncı günümüzdür. Yəni, necə deyim? Çox yaxşı yerlərə gəldik və biz animasiyanın nə olduğunu öyrəndik. Və mən sizin hər dərsdə bilirərdim ki, bu animasiya sahəsi təkcə sizə animasiya sahəsində deyil, həmçinin digər sahələrdə də kömək edəcək. Və hərənizin də öz arzunuz var. Məsələn, biriniz həkim olmaq istəyir, biriniz müəllim, biriniz polis və sairə vəzifələr. Və bu simulyasiya keçdi, yadınızdadırmı? Orada mən sizə dedim ki, simulyasiyada belə hər sahədən olan peşə sahibləri bundan istifadə etməlidir. Yəni, bu Azərbaycanda həm inovativ bir görünməmiş bir layihə idi və siz bunun ilk iştirakçılarından oldunuz. Buna görə də biz Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Elm və Təhsil Nazirliyinə təşəkkür edirik və Xan Akademiyası Azərbaycan platformasına təşəkkür edirik ki, belə bir layihəyə sizi təmin edir belə bir layihəni. Və uşaqlar, yəni bundan sonraki belirtidə peşə seçimində də hər dəfə bu keçdiyimiz hekayə dərslərimizi yadınızdan unutmayın. Yəni yadınızdan çıxartmayın, unutmayın ümumiyyətlə. Çünki bu təkcə film və animasiya sahəsində deyil, həm də həyatınızda lazım olacaq kiçik bir sıra belə deyək də hilələrdir ki, biz onu hekayədə istifadə edirik, amma əslində həyatda da lazım olur bizə. Yəni sizə uğurlar arzulayıram bir sözlə və iştirakınıza görə də sertifikat da təmin olunacaqdır. Əlbəttə ki, bizim ən yaxşı oxuyanlarımız da oldu. Onları da təbrik edirəm. Kim bilir, bəlkə də gələcəyin rejissorları olacaq, animatorlar olacaq. İnşallah onun zaman götürəcək. Məndən bu qədər. Zərəxan, siz də işləyək. Çok sağ ol Ruslan. Çok sağ ol Aytaş. Hemen başlayalım. Yolunda yeni bir layiheye imza atmasınız. Ruslan'ın vurguladığı gibi anlamda Azerbaycan'da müdeviri uşaqlarına artıq uzun müddətli təhsil olacaq. Uşaqlar bu günə kifayətlənməyib, qabiliyyət bitdikdən sonra platformalardan istifadə edib belə digər resurslarda faydalanacaq. Yəni, siz baxmayın, o rayondasınız, amma beynəlxalq bir iştirakçılarda siz Amerika'da ve Türkiye ülkelerinde uşaqlar hansı bacarıqlardan istifadə edirlər, texniki bacarıqlardan inşaat edən eğitim haqqıqlarına istifadə edirlərsə, siz də elə bir resurslardan istifadə etdiniz.
Tabii ki Khan Akademi komandasına ben minnettarlık bilgileri bu kimin muhabbet kurslarının her şeye gelmesini gösterdik. Teşekkür Yalan olarak kesinlikle bu sebep yani aksilik etmelisin. Bir desteği gösterdikleri için hepsi rektörlüğüyle bu yani icra etmede bize desteği oldukları için teşekkür ederim. Ve aynı zamanda Aytaç Mahfiye imza attığı için bu olsun böyle çok sağ olun. Her birinize uğurlar. Çok sağ olun. Ben bizden beraber vəziyyəti gözləməli, İlham müəllim başlamaqla. Gözləməli sizdən də nasıl iki kəlmə eşitmək istəyərdik? Mən məktəbin müəllim kimi Aytaç müəllimin çəkdiyi vəziyyəti yüksək səviyyədə qiymətlədirildi. Bizim üçün xoş idi. Daha doğrusu bizim məktəb üçün bir uğur idi ki, Aytaç müəllimə bu qrant layihənin qalibi olmuşdu. Və bu bizim məktəbdə 5 ay əziyyətdən sonra bugün inşallah onun final günüdür. Bugünə görə biz Aytaç müəllimi təbrik edirik. Eyni zamanda bu layihənin kesilməsində, həyata kesilməsində Aytaç müəllimə dəstək olan sizlərə minnətdarlığımızı bildiririk. Osman müəllimə, Leyla xanıma da minnətdar etdik. Siz də bizim uşaqlar üçün əziyyət çəkdiniz. Arzu edirik ki, bundan sonra hər hamımızın, demək olar həm sizlərin, həm Aytaç müəllimənin uğurları çox olsun. Sizə müvəffəqiyyətlər alsın. Çok sağ olun. Mən də sonda belə deyim, Khan Akademiyasına sizlərə Leyla xanım, Osman müəllim, başda İlham müəllim olmaqla hər birinizə ayrı təşəkkür edirəm ki, bu layihəni belə deyək də bizlərə gətirdiniz, çıxartdınız. Bizim uşaqlar en azından çox uşağın istədiyi gəlib bu yerdə olmaqdır ki, buna bizim uşaqlar nail oldu sizlərin sayəsində. Hər birinizə ayrı təşəkkür edirəm. Mən də qürur duyuram ki, bu peşəni seçmişəm, bu peşədən əlavə bu layihədə qalib oldum. Əziyyətli keçən hər kəsə mən minnətdarlığımı bildirirəm. Çox sağ olun hər biriniz. Siz sağ olun. Neyse, uşaqlar, siz də sağ olun. Siz də bizlə bərabər əziyyət çəkdilər azından. Biz yaxşı əsadə gələcəkdə günlərimiz oldu burada. Əziyyət çəkdiniz. Çox sağ olun. Ama onu da diyeyim ki her birinizə sertifikat verəcək. Yani bugüne çatdıra bilməsə də, onun için inşallah hər birinizi sertifikatları verəcək. Bəli. Bu layihədə iştirak edən Uğurlar. çok sağ olun. Size de uğurlar. İnşallah başka layihəlerde görüşmek dileğiyle. İnşallah. Sağ olun. Çok sağ olun. Sağ olun. Uşaqlar, 8-ci qrant müsabiqə Khan Akademiyanın bugünkü üçün icrasıdır. Sizi təbrik edirik. Sən buradan nəsə öyrəndiniz? Sən nəsə öyrəndin Khan Akademiyada? Adı nə idi? Hüseyn. Khan Akademiyada sizə nə verdi? Khan Akademiya bizə animasiya dərslərini öyrətdi ki, bu tədbirdə bizim öyrəndiklərimiz böyüklər təkcə animasiyada yox, bizə bir çox sahələrdə lazım ola biləcək böyüklər. Bizim həyatımızın hər sahəsində müləşdirərək. Uzaq bir bölgədə bu layihənin tətbiqi bizə böyük şans, sevinç və mən arzu edirəm ki, bu layihələrin inşallah sayı daha çox olsun. İnşallah yəqin ki, daha da olacaq. Bu sərhəd bölgəsi üçün bir qrant bölgə üçün bu layihənin tətbiq olunması həqiqətən də böyük uğurdur. Hamınızı təbrik edirəm. Bu layihədə gələcək, inşallah gələcəkdə daha çox olsun. Her birinize ayrı vaxtda təşəkkür edirəm bu layihədə sizin dərsləriniz başdan qiymətləndiriləcək və qiymətləndirilir. İndi hər birinizə iştirakınıza görə, hər bir uşaqlar seçilmə şərtinin iştirakınıza görə deməli, diploma ilə sərvis olunursunuz. Deməli, Fətəlizadə Hüseyn, sənə minnətdaram. Sonlar kimi də həqiqətən çox yaxşı işlər.
İleri gelsin de. Mənim gəlin siz bura. Zemfira, Zeynova Zemfira. Zemfira sen de Hüseyin kimi. Düzdür sonlarda biraz tədqiqin olsa da amma başlarda çox yaxşı getdin. Sənə də təşəkkür edirəm, minnətdaram. Bu da sənin təqdimnamen. Yanımda. Digər uşaqlar hər biriniz sizin də hamınızın iştirakınıza görə belə deyək təqdimnamə verilir. Ümid edirəm ki, gələn dəfə keçiriləcək, ümid edirəm keçirərik bunu. Keçiriləcək konfayhələrdə sizin də Hüseyin kimi, Zemfira kimi seçilməyinizi istəyirəm. Məmmədzadə Turan. Çox sağ ol. Turan hepsindən çəkəcəksin. Hə, ayrı hamısı. Hə, qoyma. Əhmədli Çınar. Məmmədzadə Muran. Məmmədzadə Muran. Çox sağ olun. Məmmədov İbrahim. Zeynov Eşat. Sen de sağ ol. Aliyeva Zehra. Aha, bəxlədim. Omarov Bekir. Yoxdur Bəkir. Zeynova Aysun. Ragıfınızın adı güzel. Geri kalan mənə sizdən də. Ama xudda yani korkudan burada durun. Hayır bir İsmail abi hele. Onlar da bağış. Əlizadə Ayxan. Aliyev Nazim. Yok, canım. Kardeşine verseniz. Hüseynov Emin. Yoksa senin. Ne oldu uşaqlar biri? Yemek ki. Hüseynov Emin. Aliyeva Fatime. Sen ne biliyorsun? Ay, ne çıkacak? Hatiyeva Mirvari.